Xoş gördük. Bugün İranda baş verən hadisələri hər birimiz diqqətlə izləyirik. Düşünürük ki, bu prosesi diqqətlə izləməyimiz bizim həm dünya vətəndaşı olaraq bir borcumuzdur, həm də Azərbaycanlı mövqeyimizin ifadəsidir. Əslində nə baş verir? Əslində doğrudanmı atəşkəs İran müharibəsinin sonu oldu? Yoxsa bu yeni bir prosesin başlanğıcıdır? Mənim düşüncəmə görə atəşkəs heç də İranda gedən geopolitik mübarizənin son nöqtəsi deyil. Bu proses inkişaf eləyəcək, bu proses daha da irəliyə gedəcək və yeni bir tarixi mərhələnin başlanğıcı olacaq. Bilirsiniz ki, Pakistanın baş naziri Şahbaz Şərif öz sosial şəbəkə hesabından bir çağırış ünvanladı. Bu çağırış həm İran rəhbərliyinə, həm də Amerika Birləşmiş Ştatlarının rəhbərliyinə, başda Donald Trump olmaqla ünvanlanmışdı. Ancaq siz də razılaşarsınız ki, İran kimi mürəkkəb bir məsələnin taleyi, İran kimi mürəkkəb bir savaşın taleyi heç də sosial şəbəkədə yazılan statuslarla, atılan tweetlərlə həll oluna bilməz. Ona görə biz bu qənaətə gələ bilərik ki, danışıqlar prosesi gün ərzində, yəqin ki, ondan öncəki günlərdə də çox ciddi bir şəkildə davam eləmişdi və davam edən bu prosesin nəticəsi olaraq Trump'ın İrana verdiyi ultimatumun müddətinin bitməsinə bir neçə saat qalmış, məsələnin danışıqlar yolu ilə davam etdirilməsinə bir zəmin yaranmışdı. Bu danışıqlar barədə bilirsiniz ki, bir çox dezinformasiyalar üzə çıxıbdır. İddia olunur ki, İran Amerika Birləşmiş Ştatlarına güya 10 maddəlik çox ağır şərtlər irəli sürüb və həmin 10 maddə əsasında danışıqların aparılmasına razılıq verib. Ancaq çox keçmədən məlum oldu ki, bu ultimatumvari danışıqlar şərti əslində real deyil, fake xəbərdir, saxta xəbərdir və Nigeriyada fəaliyyət göstərən və dezinformasiya ilə daha çox məşğul olan bir sayt tərəfindən ortaya atılıb. Çox təəssüf ki, bilirsiniz, Birləşmiş Ştatların prezidenti də buna çox kəskin reaksiya göstərdi. Bildirdi ki, CNN kimi, New York Times kimi bir sıra dünyanın nüfuzlu media quruluşları da Trump'a qarşı qərəzi ucbatından bu dezinformasiyanı geniş şəkildə tirajlayıblar. Daha bir şərtnamə isə Birləşmiş Ştatlara doğrudan da göndərilib, ancaq həmin şərtnaməni də Ağ Evdə olduqca qeyri-ciddi hesab ediblər, dərhal cıraraq zibil qapına atıblar. Deməli, burada məsələ nədir? Burada hal-hazırda müzakirə olunan Birləşmiş Ştatların 15 maddəlik təkliflər paketidir və həmin təkliflər paketinə İranın verdiyi cavabdır. Bu cavab da hələ qəti şəkildə Birləşmiş Ştatlar tərəfindən qəbul olunmayıb. Tam əksinə, nisbətən yumşaq variant kimi, nisbətən ortaq dilə, diplomatik dilə uyğun yazılmış bir mətn kimi Birləşmiş Ştatlar tərəfindən danışıqların predmeti olaraq məqbul hesab olunubdur. Bundan sonra bilirsiniz ki, çox geniş şəkildə manipulyasiyalar ortalığı bürüdü. Necə deyərlər, tufan qopdu. Bir qism insanlar hesab edir ki, atəşkəs barədə razılığa gəlinməsi İranın qələbəsidir. Bir qism insan hesab edir ki, bu Birləşmiş Ştatların qələbəsidir. Sözün açığı, bu məsələ barədə konkret bir fikir bildirmək həm olar, həm də olmaz. Olmaz ona görə ki, hələ ki, konkret ortalıqda sülh sazişi yoxdur. Çünki istənilən müharibənin nəticəsi sülh sazişinə çevriləndə konkret, daha punktual bir qələbə barədə, daha punktual bir məğlubiyyət barədə danışmaq olar. Ancaq daha geniş mənada götürsək, bu prosesin də, bu müharibənin də qalibi əvvəlcədən bəlli idi. Bunu təxmin eləmək heç də çətin deyildi.
İndi də mən birmənalı şəkildə əminəm ki, Birləşmiş Ştatlar hərbi eskalasiyada öz məqsədlərinə tamamilə nail olubdur. Baxın, Birləşmiş Ştatlarla İran arasında müharibə bir neçə müstəvidə cərəyan edirdi. Bu müstəvilər iç-içə müstəvilərdir. Bu müstəvilərin heç biri o birisindən ayrı deyil. Bəzən paraleldir, bəzən perpendikulyardır. Ancaq bütün hallarda qarşılıqlı təsirləri kifayət qədər ciddi olan hərəkətlər toplusudur, hərəkətlər məcmusudur. Söhbət ondan gedir ki, hərbi müstəvidə Birləşmiş Ştatların və o cümlədən İsrailin texnoloji üstünlükləri qarşısında, onların ordusunun müasir atəş vasitələri qarşısında, müasir texnikaları qarşısında İran ordusunun qalib gəlmək və şansı hələ bir yana qalsın, ciddi müqavimət göstərmə şansı da o qədər də çox deyildi. İndi bəziləri hesab edir ki, İran çox ciddi müqavimət göstərib. Bu əslində belə deyil. Ona görə ki, İranın hava sahəsi hələ müharibənin ilk günlərindən etibarən tandem qüvvələri tərəfindən nəzarətə götürüldü və bunun da nəticəsində İranın istər nüvə obyektlərinə, İranın istər raket bazalarına, digər silahlı qüvvələrinin infrastrukturuna çox ciddi zərbələr vurdu. Birləşmiş Ştatlar bu müharibəyə başlayanda nə deyirdi? Donald Trump elan edirdi ki, biz 4-6 həftə arasında bu əməliyyatları keçirəcəyik. Və doğrudan da, əgər siz diqqət etdinizsə, müharibənin məhz Trump'ın dediyi vaxt ərzində biz atəşkəslə bitməsinə, hərbi əməliyyatların atəşkəs vasitəsilə dayandırılmasına şahid olduq. Bütün bunlar onu göstərir ki, Birləşmiş Ştatlar konkret plan üzrə hərəkət edib bu müharibədə və konkret plan əsasında da öz qarşısına qoyduğu məqsədlərə ən dəqiq şəkildə çatıbdır. Təsəvvür edin, Birləşmiş Ştatların hədəfində 15.000 İranın 15.000 hərbi bazası olub, hərbi hədəfi olubdur. Və onların hər birinə zərbələr yendirilib və sıradan çıxarılıb. Bugün İranın nüvə obyektləri hardadır? Tozun, torpağın, uskunun altındadır. Bugün raket bazaları, aeroportlar, müxtəlif hava hücumu vasitələri, qırıcılar, dronlar, onların bazaları, onların istehsal olunduğu zavodlar hər biri demək olar ki, məhv olub. Belə bir halda biz İranın qələbəsindən qətiyyən təbii ki, danışa bilmərik. Müharibənin ikinci fazası, ikinci müstəvisi regional münasibətlər idi. Biz hər zaman bildirdik ki, bu məsələlər gündəmə çıxanda, bu müharibə davam edəndə qeyd elədik ki, İranın Körfəz ölkələrinə, o cümlədən Türkiyə və Azərbaycana qarşı raket tuşlaması, dron tuşlaması enində sonunda onun məğlubiyyəti ilə nəticələnəcək bir səhv kimi onun qarşısında çox ciddi problemlərə səbəb olacaq. Oldu mu? Oldu. Bugün siz təsəvvür edin ki, Körfəz ölkələri İsraildən də qəti şəkildə Birləşmiş Ştatlardan tələb edirlər ki, bu müharibə dayanmasın, davam eləsin, sona qədər getmək lazımdır, İrandakı rejimi tamamilə bitirmək lazımdır. Bütün bunlar onu göstərir ki, əgər müharibəyə qədər İran öz qonşuları üçün latent təhdid idisə, soyuq təhdid idisə və öz təhdidkar siyasətini qismən kompensasiya edə bilirdisə, artıq vəziyyət tam fərqlidir. Heç kim İranın səmimiyyətinə də inanmır, ona heç kim güvənmir və konkret olaraq hər kəs aşağı-yuxarı eyni məqsəd ətrafında yeşil fikirdədir. Nəhayət, qlobal məsələ, qlobal müstəvi. Qlobal müstəvidə İranın Hürmüz boğazını bağlaması onun ən çox öz əleyhinə işlədi. Bu da İranın hesablamalarındakı yanlışlardan biridir. Sözün açığı mən bunun çox da belə ciddi hesablanmış bir addım olduğunu da heç zaman güman etməmişəm. Həmişə düşünmüşəm ki, İranın Hürmüz boğazını bağlaması
onun panikasının nəticəsidir. Və panik şəkildə verilən qərarlar da heç vaxt strateji uğura səbəb ola bilməz, necə ki olmadı. Təsəvvür edin, İranın ən yaxın müttəfiqi, ən ciddi dəstəkçisi Çin idi. O belə Hürmüz boğazının açılması üçün, amma Birləşmiş Ştatlarla danışıqlara getməsi üçün İrana yetərincə ciddi təzyiq göstərdi, təsir göstərdi. Niyə İranın bəs bu Hürmüz boğazındakı planları alınmadı? Çünki qlobal bazar özü İranı ignor elədi, özü İranın bu planına qarşı çıxdı. Bütün neft ithal edən ölkələrin hər birinin maraqlarına toxundu. Onlar başa düşürdülər İrandan fərqli olaraq ki, bu məsələdə Birləşmiş Ştatlara o qədər də ciddi təsir göstərmək mümkün deyil. Ona görə də tamamilə hesaplanan məqsəd əks effekt verdi və nəticə etibarilə İranın əleyhinə də bildiyiniz kimi çox böyük sayda dövlətlərin imzaladığı bir bəyanat ortalığa qoyuldu. Nəhayət və ən vacib məsələ, mən hesab edirəm ki, bu proseslərin İranın daxilinə təsiridir. İndi çoxları belə bir fikir irəli sürürlər, çoxları belə bir rəy yaratmağa çalışırlar ki, güya Birləşmiş Ştatların İrana hücumu narazı İran kütləsini, narazı İran xalqlarını Birləşmiş Ştatlara qarşı rejimin ətrafında birləşdirib. Bu, əlbəttə ki, çox sadəlöv yanaşmadır. Düzdür, biz başa düşürük və hər zamanda bu məqbul görsənir ki, bir insanların, bir xalqın, bir vətəndaşların ölkəsinə xaricdən hücum varsa, o hücum zamanı onlar bütün narazılıqlarını bir qırağa qoyub, rejimin ətrafında, hakimiyyətin ətrafında birləşə bilirlər. Ancaq İranda bu çox kütləvi şəkildə, geniş şəkildə baş verəcək bir hadisə deyil. Ona görə ki, İran həddən artıq çox millətlidir. İranda sonsuz sayda başqa-başqa xalqlar, başqa-başqa etnik qruplar yaşayır və bu gün həmin insanların rejimin repressiyasından qorxaraq irəli çıxmaması, meydanlara çıxmaması hələ o demək deyil ki, onlar bu rejimlə barışmış vəziyyətdədirlər. Bəli, İranda bəsis də var, ettilat da var, Sepahın təsirində olan insanlar var, büdcədən bəslənən insanlar var. Ancaq bunların sayı bütövlükdə İranın 90 milyon əhalisinin çox az bir qismini əhatə edir. Ona görə də burada ən əsas məsələ söhbətimin əvvəlində dediyim kimi atəşkəs razılaşmasının və imzalana biləcək sülh sazişinin İranda yeni bir tarixi şəraitə rəvac verməsidir. Yeni tarixi proseslərə rəvac verməsidir. Bu rəvac vermə prosesi arxalanır İranın məşrutə təcrübəsinə, İrandakı milli azadlıq təcrübəsinə və bu təcrübənin ən əsas daşıyıcılarından biri bizim Güneyli qardaşlarımızdır, Güneyli soydaşlarımızdır. Ona görə mən inanıram ki, İranda istər hərbi yolla bu məsələ həll olunsun, İran rejiminin taleyi, istər onlar özləri könüllü şəkildə istefa versinlər, öz fəaliyyətlərinə xitam versinlər, hərçənd buna ümid azdır. İstərsə də hər hansı bir daxili qüvvə, deyək ki, müəyyən bir xarici dəstəklə hərbi çevriliş eləsin, xalqın dəstəyi ilə o cümlədən hərbi çevriliş eləsin. Ancaq bu da vəziyyəti konstitusiya islahatlarına aparmaqdan çəkindirə bilməyəcək. İrandakı bütün proseslər enində, sonunda konstitusiya islahatlarına aparıb çıxarmalıdır və bu zaman İranda artıq həm vətəndaşlar öz hüquqlarını tələb eləyəcəklər, orada olan korrupsiyaya qarşı, orada olan özbaşınalığa qarşı, orada olan edamlara qarşı, orada olan hüquqsuzluqlara qarşı, orada olan ayrı seçkiliklərə qarşı öz mövqelərini bildirəcəklər. O cümlədən də öz milli maraqları çərçivəsində hərəkət edəcəklər. Öz milli haqlarını tələb eləyəcəklər. Bu haqlar ki, Güney Azərbaycanlılar nöqteyi nəzərindən 20-ci əsrin demək olar ki, bütün 10 illiklərində ən sərt şəkildə cəzaya məruz qalıbdır. Ən sərt şəkildə repressiyalar vasitəsilə
dondurulub, boğulub və qarşısı alınıbdır. Bu böyük inqilab təcrübəsi, bu böyük azadlıq təcrübəsi, bu böyük modernist bir məfkurə, Azərbaycançılıq məfkurəsi mən əminəm ki, Güney Azərbaycanda da qalib gələcək.